İndi yaxşıyam. Salam doktor. Aleykümselam. Dərmanları da axıra kimi. Bəhruz müəllim! Bəhruz müəllim! Nədir, nə olur? Ürəyim partlayır. Tez ol bir yuxarı qalx, tez! Olçaqlar, biyanuşlar, yaramazlar. Bəhruz müəllim, məni soyublar. Otağımdan pullarımı aparıblar. Necə aparıblar ki? Kim uğurlayıb? Bilseydim sizi çağırmazdım ki. Tez polisə xəbər vermək lazımdır. Gəlib oğrunu tutsunlar, halal pulumu qaytarsınlar. Gəlin. Yaxşı. Sakit ol, səbrin olsun. Gedə görə nə məsələdir? Deməli, işdən gəlmişdim. Aha. Otaqda yer yığış eləyirdim. Pullarımı sayanda gördüm ki, 1000 manat çatmır. Nə qədər? 1000 manat! Doktor buyur, geç. Gel doktor, gel. Ah, bax buradan. Alçaq mənim 1000 manatımı uğurlayıb aparıb. Dayan görüm Babayev, bir dəqiqə. Bunu bugün də sən salmısan? Bu nədir belə? Bu qıfıl nədir asmısan buradan? Dövlətin inventarı deyə. Söhbəti fırlatma. Uğurunu tap mənim üçün. Bura Milli Bankın seyfindən də betərdir. Buradan proqramı ola. Bir fikirləş də hara qoymusan. Bəlkə yadından çıxıb. Yazımdan çıxıb. Görürsən, bunları mənə elə belə qara gözlərimə aşıq olub verməyiblər. 40 il sulucut eləmişəm. Başım saat kimi işləyir. Özü də bax, hamısını qeyd edirəm. Burada yazıram. Səhərdən dəfələrlə yoxlamışam. 1000 manat çatışmır ki, çatışmır. Bura bax kapitan. Burada hələ belə şey heç vaxt olmayıb. Ola da bilməz. Deməli, Kapitan Babayev yalan danışır. Bəhruz müəllim, yeni sakin göndəriblər, sizi gözləyir. Bir dəqiqə gələm. Babayev, sən mənim canım. Aləmi qatma bir-birinə. Darıxma, hər şey həll edəcəm. Necə lazımdır. Yaxşı, fikir eləmə. Hara qaçırsan? Bəs mənim pullarım? Bax, səni xəbərdar edirəm. Əgər mənim pullarım tapılmasa, şikayət edəcəm. Bütün prokuraturanı tökəcəm bura. Al bu 200 manatı hələlik. Sonra üstünü düzəldərəm. Cəmaatdan ayıbdır. Yaxşı deyil. Danışdıq. Sənin pulların mənə lazım deyil. Oğrunu tap mənim üçün. Tapacağım da, vallahi tapacağım. Həllin bunu götür. Sən mənə inanmırsan? İnanıram. Niyə inanmıram? Sən kesli adamsan. Bəli, mən çesni adamam. Tapşıram gəlib şkafı da dəyişərlər. Yoxlama gəlib onu bu vəziyyətdə görsə, bizim üçün ayıbdır. Biabır olarıq. Gözüm səndən su içmədi.